Atmışdı. Amerikalı təhsil psixoloqu idi. 13-cü ildə doğulmuşdu. 1913, 1999-cu ildə yaşamışdı. Yəni 99-cu ildə vəfat eləmişdi. Deyirik ki, Benjamin Bloom nə deyirdi bizə? Burada müəllim sualları, tapşırıqları asandan çətinə düzən bir sistem idi. Məqsəd odur ki, uşaq təkcə əzbərləməsin, həm də düşünsün, istifadə etsin, müqayisə etsin, yeni bir fikir yaratsın. Səviyyələr nələr idi? 6 dənə səviyyəsi var idi ki, birinci yadda saxlamaq, sonra anlamaq, sonra tətbiq etmək, sonra təhlil etmək, sonra qiymətləndirmək, sonra yaratmaq. Oldu bizim 6 dənə səviyyəmiz. Hər bir səviyyəni sizə indi izah eləyəcəm. Yadda saxlamaq bu idi ki, uşaq sadəcə məlumatı olduğu kimi xatırlayır. Nədir, kimdir, haradadır, hansı suallarına cavab tapırıq burada. Ev heyvanı nədir? Burada uşaq sadə dillə cavabını verir. Deməli, müəllimələr, həm də yadda saxlamaq dedik, əzbərə əsaslanır. Yəni, uşaq şeiri əzbərləyib danışa bilər və yaxud da ki, müəllim dərsi keçə bilər, uşaq olduğu kimi həmin o dərsi ona əzbərə deyirsə də, yəni öz sözlərindən yox, bu da oldu yadda saxlamaq. Sonra görürsünüz, burada deyir xatırla, göstər, sadala, tanı, adlandır. Yəni söylə. Yəni məsələn, tam mən keçmişəm dovşanı, dünəndən dovşan haqqında keçmişəm. Sabahsı gün soruşuram, uşaqlar şəklə baxın, nədir sizcə bu? Uşaq deyir dovşan. Yəni nəyə əsaslandı? Yaddaşa, hafizəyə əsaslandı. Burada bizim psixoproseslərdən hafizədir. Sonra gəlirik müəllimələrə anlama. Anlama səviyyəsində uşaq artıq məlumatı başa düşür və öz sözlərlə izah eləyir. Və burada açar sözlər nə olacaq? İzah et, başa sal, nəyə görə, öz sözün nədir? Yəni insanlar ev heyvanı saxlayır. Burada uşaq yalnız bilmək yox, həm də burada izah eləyir. Nəyə görə? Səbəbini deyir. Sonra gəlir müəllimələr və yaxud da deyirəm ki, niyə insanlar öz ev heyvanı saxlayır? Öz sözlərindən izah elə görüm. Bu da olur bizim anlamaq mərhələsi. İzah et, təsvir et, müqayisə et, ümumiləşdirmə, şərh apar, görürsünüz, burada da bu verilibdir. Öz sözlər görürsə anlama mərhələsidir. Gəlsək müəllimələr tətbiq etmə. Bu səviyyədə uşaq bildiyini real vəziyyətdə istifadə edir. Yəni nə məna verir? Burada uşaqlara deyir, necə edərdin? Tətbiq et, istifadə et. Əgər sənin balaca itin olsaydı, ona necə qulluq edərdin? Burada uşaq öyrəndiyini praktikada göstərir. Yəni bu həm bizim istəyir Talman məşğələdə də tətbiq etmə mərhələsi var. İstəyir belə tətbiq etmə mərhələsi də götürə bilərəm. Həm də ki, görürsünüz, bildiyini necə tətbiq eləməyini uşaqdan soruşur. Sonra gəldik müəllimələr təhlil etmə. Təhlil etmə bu səviyyədə uşaqlar artıq fərqi tapır, müqayisə edir, hissələrə ayırır. Yəni fərqi nədir? Müqayisə et, ayır, səbəbindir. Ev heyvanı ilə vəhşi heyvan fərqi nədir? Artıq burada uşaq düşünərəkdən araşdırır və cavab verir, təhlil eləyir. Desək ki, müəllimələr qiymətləndirmə. Qiymətləndirmədə uşaq artıq fikir bildirir, seçim edir, doğru və yanlış barədə düşünür. Düzgündürmü? Yaxşıdırmı? Hansı daha vacibdir? Fikrini de. Heyvanlara yaxşı davranmaq vacibdirmi? Burada uşaq sadəcə fikrini demir, münasibət də bildirir. Yəni, heyvanlara yaxşı davranmaq vacibdirmi? Yəni, burada artıq uşaq bir qiymətləndirmə aparır. Görün, vacibdirmi? Və nəyə görə vacibdir? Əsaslandırır. Sonra yaratmaq, bu ən yüksək səviyyədir. Uşaq yeni bir şey qurur, yazır, planlayır, fikirləşir. Açar sözlər nə idi? Yarat, qur, düzəlt, hekayə yaz, plan hazırla. Ev heyvanları haqqında qısa hekayə yaz. Burada uşaq hazır cavab vermir, yeni bir fikir yaradır. Ən sadə formada yada saxlasaq, yada saxlamaq, xatırlamaqdır, anlamaq, başa düşməkdir, tətbiq etmək, istifadə etməkdir, təhlil etmək, fərqləndirməkdir, qiymətləndirmək, artıq dəyərləndirir, yaratmaq, yenisini qurmaq. Desək ki, müəllimə, bax, yaratmaq, deyir ki, yeni layihə yaratmaq, öz fantaziyana əsasən nəsə bir şey yarat. Yəni, yaratmaq, yeni bir şey artıq yaratmalıdır. Biri var ki, tətbiq etmək, müəllimələr deyir ki, bu bizim tətbiq etmə mərhələmizlə də uyğun gəlir ki, yəni, artıq müəllimə qaydaları uşağa öyrədibdir, artıq tutalım
parabüzən hazırlamaq qaydasını uşağa izah edib, göstəribdir. Uşaq artıq o göstərdiyi əsasında, müəllimin göstərdiyi əsasda artıq tətbiq eləyir tapşırığı. Bir də var ki, praktika var orada. Bir də var ki, rollu oyunlar ola bilər tətbiqdə. Bir də var yaratma. Görürsüz yaratmada artıq ən ali zirvədir ki, burada artıq uşaq yaradır, yeni bir şey yaradır. Bildiklərinin üzərində lap belə yeni bir şey yaradır. Deməli müəllimlər birinci gəldi yadda saxlama, anlamaq, tətbiq etmək, təhlil etmək, qiymətləndirmək, yaratmaq. Ən asan səviyyə yadda saxlamaq, ən çətini yaratmaqdır. Bunu da yadda saxlayırıq. Deməli yadda saxlamaq nə oldu? Ev heyvanı nədir? Birinci yadda saxlayır. Deyir, yadda saxladığını deyir. Sadə bir, primitiv bir sual verir. Ev heyvanı nədir? Uşaq yadına qalanı deyir. Anlamaq nədir? Yəni insanlar ev heyvanı saxlayır. Artıq uşaq burada niyyəliyini öz sözlərindən deməlidir. Tətbiq etməkdə nə oldu? Ev heyvanı necə qulluq edərdin? Artıq burada uşağın tətbiqi soruşur. Təhlil ev heyvanla vəhşi heyvanın fərqi. Görürsüz ikisinin fərqini deyir. Heyvanlara qayğı göstərmək vacibdirmi? Qiymətləndirmə, yaratmaq dedi ki, ev heyvanlarına qulluq haqqında bir hekayə yaz.